Bugünkü dərsimiz uşaqlar alkinlərdir. Alkin nədir? CnH2 2 ümumi formuluna malik olan, tərkibində bir ədəd 3 qat rabitə olan doymamış alfatik quruluşlu karbohidrogenlərə alkinlər və ya asetilin sırası karbohidrogenlər deyilir. Ona görə asetilin sırası karbohidrogenlər deyilir ki, yalnız bunların ilk nümayəndəsi asetilin olduğuna görə alkinlər deyilir. Alkanların ümumi formulu nə oldu? CnH2 üstə gəlir ki, alken, CnH2, sikloalkan. Deməli, alkenlə sikloalkan siniflər arası izomerdir. Alkadiyen. C2H2 çıx. Alkadiyen. CnH2 çıx 2. Bax, alkin də keçirir ki, CnH2 çıx 2. Deməli, alkinlə alkadiyen siniflər arası izomerdir. Amma alkanın siniflər arası izomeri yoxdur. Karbohidrogen görürsən, rəsul. Açıqdır, ancaq bir qat rabitələri var. Bu hansı sinif karbohidrogendir? Alkan. Karbohidrogen görsən, siklikdir. 3 bucaq, 4 bucaq, 5 bucaq. Sikloalkandır, pisi yoxdur. Karbohidrogen görsən, açıqdır. İçində bir dənə 2 qatı var. Alkin. Açıqdır, 2 dənə 2 qatı var. Alkadiyen. Açıqdır, bir dənə 3 qatı var. Alkin. Onda bugün keçirir. Yəni, CnH2 başı qaldır. Sən CnH2 çıx kimi formuluna malik içində bir dənə 3 qat rabitə varsa, alkin və ya asetilin sırası karbohidrogen adlanır. Karbohidrogenlər hamısı suda cüzi həll olur. Suda pis həll olur. Siralkan, sikloalkan, alkadiyen, alkin. İndi də alkini keçirik də. Suda cüzi həll olur. Karbohidrogenlərin emeri artdıqca ərimə, qaynama temperaturu nə olur? Artır. Həll olma qabiliyyəti azalır. İzomerlərinin sayı artır. Daha çox karbonu varsa, əlbəttə ki, daha çox izomer olacaq da bunun. İndi karbohidrogenlərin izomerliyindən birazdan danışacağıq. İndi bir də onu deyək. Bütün karbohidrogenlərdə C neçə olan nümayəndələri qazdır? 1-dən 4. Hamısında C4-də daxil olan nümayəndə. Yəni alkanın neçə nümayəndəsi qazdır? Alkanda 4. 4. Axı metandan başlayır. Sikloalkanın 2 dənə. Niyə? Çünki sikloalkan C3 3 bucaqdan başlayır sikloalkan. C3 C4. Elə deyil. Alkində neçə nümayəndə qazdır? İlk 3. Çünki alkində bir dənə 2 qat varsa, ən azından 2 karbonu var da. Bu birinci nümayəndə, bu ikinci, bu üçüncü nümayəndə qaz. 3 nümayəndə qazdır. Alkində. Alkadiyində 2. Çünki alkadiyində 2 dənə 2 qat varsa, ən azından 3 karbonu var. Biri ortadadır, ikisi kənarda. Yəni alkadiyində ilk nümayəndədə sağlam ol. 3 karbon var. C4 də daxil olan nümayəndəsi, yəni 2 nümayəndəsi qaz halındadır. Alkində sizcə neçə nümayəndə qaz olar? 3. Niyə? Alkində bir dənə 3 qat rabitə varsa, ən azından neçə karbon olur? 2. Biri burada, biri burada. İlk nümayəndəsində 2 karbon varmı? Bu birinci nümayəndə, bu ikinci, bu da üçüncü nümayəndə. Elə deyil. Alkinlərdə ilk nümayəndə C2-dən başladığına görə ilk 3 nümayəndə qaz halındadır. İndi adlandırılmasına keçək. Adlandırma ümumi alkenlərdə nə cür isə alkində eyni adlandırma. Sadəcə orada en deyirdik, burada en deyəcəyik. Eyni cümlədir. Məsələn, deyək ki, belə bir şeydir. Qayda eynidir də. Orada 2 qat rabitə yaxın olan yerdən idi. Buradan 3 qat yaxın olan yerdən ən uzun zəncir seçək. 3. Belə də gəlsəm 4-5. Belə də gəlsəm aşağı 4-5. Fərqi yoxdur da. Belə gəldik. Əvvəlcə radikalın adı. 3-dən metil çıxıbmı? 3 metil. Başqa yoxdur ki. Pentin, pentin 1. Penten yox ha. Penten alkində idi. 3 etil, pentin 1. Və yaxud bunun məsələn beynəlxalq adı nə olacaq? Beynəlxalq variasionalla adlandırılır. Bunun beynəlxalq adını. Butin 2. Nə? Butin 2. Butin 2. Butin. En yox, en alkindədir. Butin 2 radikal zad yoxdur axı burada. Aydın oldu nə deyirəm? 3 qat rabitə yaxın olan yerdən ən uzun zəncir seçirik. Əvvəlcə radikalın adı. Bundan yoxdur radikal. Radikalın adı. En radikaldan 2-dən olanda D, 3-dən olanda tri və s. 4-dən olanda tetra sözündən istifadə edilir. Ən sonda zəncirdən neçə karbohidrogen var? Onun adı. 4 isə butin. Lap ən sonda isə 3 qat rabitə ilk karbon nədən çıxsa onu deyəcəyik. Eynən alkenlərin adlandırılmasıdır. Orada en dedim, burada en deyəsiniz. Bildiniz? Alkinlərin ilk nümayəndəsi
Bunun beynəlxalq adı, bax 1 2 etin. Etin deyirəm da. Etin bir demirəm. Bu başqa çıxası yeri yoxdur. Etin. Beynəlxalqla deyirəm ha. Və bu olanda, məsələn, bunun beynəlxalq üsulundan adı. Nömrələr propin. Propin 1 deməyin mənası yoxdur. Çünki bu buradan da çıxsa, buradan nömrələyəcəm də. Amma 4 karbon olanda mənası var. 3 qat buradan çıxanda butin 1'dir, buradan çıxanda butin 2'dir. Buradan çıxanda yenə butin 1 olur. 3 qat yaxın olan yerdən gedirik. Yəni bu ilk nümayəndə etin və ya asetilen adlanır. Biz demişik karbohidrogenlərin sonuna adına uyğun şəkilçi qoyulur. Məsələn, 4 karbon olan alkan butan deyəcəyik. 4 karbon olan alken buten. Buten ya 1 mi ya 2 mi 2 qatın yeri deyilir də. Alken sonuna N. Alkadiyen sonuna diyen. Məsələn, butadiyen 1-3, nə bilim pentadiyen, nə bilim 1-2, dien. Alkadiyen də sonuna diyen. Sonu N ilə gələnlər alkendir. Amma xlorpren və izopren sonu N gəlsə də alkadiyendir. Xlorpren alkadiyenlərin halogenli birləşməsidir. Yadınızda düşür. Bu belə, bax bu divinildi, alkadiyendir. Buradan bu çıxıb, xlor yazılanda xlorpren. Yəni sonu N də gəlsə bu alken zat deyil ha. Alkadiyenlərin halogenli birləşməsidir. Burada metil olanda 2 metil butadiyen 1-3 və ya izopren. Sonu N də gəlsə alken deyil. N gələnlər alkendir, amma xlorpren və izopren alkadiyendir. Asetilen sonu N gəlir, alken deyil, alkindir. Sonu N'dən gəldi, asetilen, amma alkindir. Çatdı. Bu beynəlxalq üsulla adlandıranda bu etindi in. Nömrələdim də 1-2. Amma rasionalla bu asetilendir. Rasional üsulla adlandırmada ilk nümayəndənin törəməsi kimi baxılır. Alkenlərdə ilk nümayəndə etilen idi. 2 qatın sağ solunu yumrulayırdım ki etilendir. Etilenin törəməsi kimi baxılır. Alkanlarda ən çox şaxa verən karbonu yumrulayırdım ki bu metan, birinci nümayəndə metanın törəməsi kimi baxılır. Sikloalkanda alkadiyende belə bir şey demədik. Alkində ilk nümayəndə asetilendir mi? 3 qatın sağ və solunu yumrulayıram ki buna asetilenin törəməsi kimi baxılır. Beynəlxalqda nömrələyəcəm 3 qat yaxın olan yerdən. Deyəcəm propin. Da propin 1 demə. Bu burada da olsa propin 1'dir də propin. Rasionalda bu mənim asetilenimdir. Nə qaldı yerdə? Metil, asetilen və yaxud məsələn beynəlxalq 3 qat yaxın olan, buradan 3 qat daha uzağa düşür 4'ə. Amma buradan 3'ə. Buradan gələcəm də. Beynəlxalqda deyəcəm 1, 2, 3, 4, 5, 6, 7. Cəmi 7 karbon oldu. İkincisindən metil çıxıb. Bir də 5-incisindən. 2, 5 dimetil, heptin. Üçüncüdən çıxdı da. Heptin 3. Bu beynəlxalqdır. Amma rasionalda bunu yumruluyum. Nə deyəcəm Şəbnəm? Asetilin. Düzdür. Deyəcəm bu izopropildir. Elə deyil. İzopropil. 3 karbonu var axı. Bunda 4 karbonu var. Amma bu hidrogen itiren karbon 2 karbona birləşib. Butilin ikili növüdür. İzopropil, ikili butil, asetilen. Çatdı nə dedi? Bilməyəndə soruşuna. Bu adlandırılması. İndi keçək hibritləşmə və rabitə haqqında. Alkin yazılır. CN, H2N, çıx 2. Bircə dənə yalnız alkinlərdə asetilendir ki, xətti quruluşa malikdir. Niyə xətti? 3 qatın sağ və solundakı karbonlar sp-dir. Başqa bir karbon zadı yoxdur ki, deyim sp3 var, sp2 var, heç nə yoxdur. Yalnız asetilen xətti quruluşludur. Qalan alkinlərdə sp3-də var axı, xətti quruluş olmadı. Xətti quruluş ya sp olmalı hibritləşmə ya da hibritləşmə olmalı deyil ki, xətti quruluş olsun. Asetilen. Amma digər nümayəndələrində bax məsələn istənilən bir neçə karbonu yazaq. 3 qatın sağ və solundan başqa hamısı sp3-dürmü? Elə deyil. Hamısı sp3-də. 3 qatın sağ və solu sp, bu da sp. Sp'də neçə orbital iştirak edir? 2. Bu da sp'də 2 orbital iştirak edir. 2. 4 orbitaldan başqa yerdə qalan orbitallar 4 değil mi? 4'den çıx 4. Alkanlarda hibritləşmə nə idi? 4'den. Sikloalkanlarda. Sikloalkanda hamısı bir qatdır da. 4'den. Alkende bir dənə 2 qat var. 4'den ikisindən başqa. 4'den çıx 2.
Alka deyəndə düzdür. 2 dənə 2 qat varmı? Bu 2 qatın sağ solu, bu 2 qatın sağ solu 4-ündən başqa hamısı 4 endi. 4-dən çıx 4. Alkində 3 qatın sağ və solu sp, sp 4 orbitaldan başqa hamısı 4 endi. Yəni hibrid orbitalların sayı 4 n-ə bərabərdir. Qeyri-hibrid hidrogenin sayı və p'nin 2 misli hidrogenin sayı və 2 dənə pi var axı. 2'nin 2 misli 4. Yəni 2 üstə gəl 2. Alkanlarda qeyri-hibrid. Düzdür, hidrogen 2 üstə gəl 2 p'si yoxdur axı. Sikloalkanlarda 2 p'si yoxdur axı. Alka deyəndə 2'nin çıx 2, bir də plus 2. Yo. 2'nin çıx 2 və p'nin 2 misli alka deyəndə 2 dənə pi var. 2'nin 2 misli 4. Yəni 2'nin çıx 2 üstə gəl 4. O da eləyir 2 üstə gəl 2. Alkinlərdə yenə hidrogenin sayı və p'nin 2 misli. 2 üstə gəl 2. Sonra pi rabitəsi neçə dənədir? 2 dənə. 2 dənə. Alkində Alkində bir dənə. Alka deyəndə 2 dənə. 2 dənə. Alkan siklokanda yoxdur. Keçək sigmaya. Sigma. Aradakılar və 1, 2, 3, 4 karbonu varmı? Aradakı sigma en çıx 1'dir və 2'nin çıx hidrogenlərin sayı 3. 3 çıx 1. Alkanlardakı sigma 3 plus 1. düzdür. Aradakılar en çıx 1 və hidrogenin sayı 2 üstə gəl 2. Cəmi 3 üstə gəl 1 eləyir. Sikloalkanda sigma 3 n. Aradakılar n və hidrogen sayı 2 n. Cəmi 3 n'dir. Nə qaldı? Alkində. Alkində sigma. Hə, düz deyirsən. Ay, alkində. Alkin. Alkində. 3 karbon varsa arada 2 dənə sigması var. N çıx 1 və hidrogen sayı 2 n. Alka deyəndə. Onda 3'ün çıx 2 olar. Alka deyəndə aradakılar n çıx 1 və hidrogenin sayı da sigmada. Cəmi 3 çıx 1 yox, 3 çıx 3. Biri biz demirik ki, bir deyil. Sonra polyen karbonla hidrogen arasındaydı. Yəni nəyin sayı? Hidrogenin sayı 2 çıx 2. Pi yazdınız yenə. Polyer, bu polyer, hə. Qeyri-polyer nə deməkdir? Karbonla karbon Arasında. Bax 2 karbon var, arada bir dənə 3 qat rabitə var. Neçə qeyri-polyer olar? Düzdür, 2 karbon var, arada 3 dənədir. Karbonun sayından 1 vahid artıq. Və yaxud var 1, 2, 3, 4 karbon var, arada qeyri-polyer 1, 2, 3, 4, 5 qeyri-polyer var. Sigma desəm, arada n çıx 1'dir. Amma qeyri-polyer hamısı qeyri-polyerdir. Məsələn 2 karbon var, arada 3 rabitə. Karbonun sayından 1 vahid artıq. Sonra p orbitallarının bir-birini örtməsi hesabına yox var. karbonla karbon arasında en üstə gəl 1. 1, 2, 3, 4, 5. 5 karbonu var. 1, 2, 3, 4, 5. Yox, 4 karbonu var. 5 dənə qeyri-polyer var da burada. P ilə P arasında. PS. Hidrogen sayı. Hidrogenin sayı S orbitalların bir-birini örtməsindən yoxdur. Bu orbitalın bir-birini örtməsindən Hidrogen sayı. hidrogenin sayı düzdür. 2 çıx 2. Bu orbitalın örtməsindən yoxdur. Bu orbitalın örtməsindən yoxdur. Hibridləşməmiş yoxdur axı. Bu orbitalın örtməsindən n çıx 1 karbonla karbon arasında olan yalnız sigma. N çıx 1 bu orbitalın örtülməsindən Pi 2'den. 2'dən. Aydın oldu. Məsələn, biz bunu yazandan sonra bir dənəsini yazım sizliyin. Çox uzatmayacaq, elə qısa olsun. Ne yazım? Deyin görə 3 qatın sağ və solundakılar nədir? SP. Murad bura bax. SP. Yerdə qalanlar SP3. nədir? Bu da SP3'tür, düzdür. Bu da SP3'tür. Bu da SP3'tür. Hesablayın hibrid orbitallarının sayını ürəyinizdə sonra deyin. Hibrid orbitallarının sayı. %22. Gəl baxaq. 2 dənə SP varmı? 4 Üstə çıx gəl. 4'üydü. 1, 2, 3, 4 Onda dənə də 20 SP3 var. 2 dənə SP'də neçə orbital var? 4. 2 vur 2, 4. Üstə gəl. 20 4 vur 4, 16, 20. Heç düstura qaçmasan da olar. 4. Düstur bilsiz bizə haçan lazım. Düsturu hökmən bilməliyik. Məsələn, deyək ki, hansı alkində hibrid orbitalın sayı 20-dir. Deyərsən ki, alkinlərdə 4
orbitaldan başqa, 4-ündən başqa hamısı 4 endi. Yazarım 4 çıx 4 bərabər 20. O mənə onda lazımdır. Bir də nəyəsən onu düşünüb. Elə üstərinə yaz hibrid orbitalların sayını tap. Qeyri-hibridin sayını tapın. Bu cəmi 1, 2, 3, 4, 5, 6. C6 H10'dur bunun formulu. Qeyri-hibridin sayı. Düzdür. Hidrogenin sayı, hidrogenlər sayı və P-nin 2 misli. Ben polyar, qeyri polyara baxıram. 14. Rabitə əmələ gətirən elektron buludunun sayıyla orbital sayı eyni şey deməkdir. Bax, eyni cavab alınır. Orbitalların 34, sayı. 68. Rabitə əmələ gətirən elektron buludlarının sayı. Neçə? O ikisi qeyri-hibridlə hibrid 34 deyil. Gəl baxaq. Rabitə əmələ gətirən elektron buludları. Ümumi rabitələrin sayını tapıb 2-yə vuraq. Ümumi rabitə. 1, 2, 3, 4, 5, 6, 7. 7. Və hidrogenin sayı 10. 17 rabitə varsa neçə orbital var? 34. 34. Всё. Ya da elə hibridlə qeyri-hibridin cəmi 34. Sən rabitəni tapıb 2-yə vurandan sonra 34 deməlisən. Yoxsa burada 34 orbital yoxdur. Sonra sp hibrid orbitallarının bir-birini örtməsi hesabına neçə sigma rabitəsi yaranar? 7 sigma 1. 1. sp3 hibrid orbitalların bir-birini örtməsi hesabına neçə sigma İki. yaranar? 2. Düzdür, 1, 2. sp-s orbitallarının sayı neçədir? Yoxdur. Yoxdur, sp-də s yoxdur axı. sp3s. Hamısı elə sp3-dərdədir də bu s-də. 6, 9, 10 dənə. 10 dənəsi. Çatdı. Burada bu orbitalların örtülməsində neçə rabitə yaranar? 6. En plus 1 də. 5 yox. 6 karbon varmı? İminli sigmalar deyirik. Aradakı sigma. bir qatları. Hmm. 6 karbonun arasında olan bir qat 5 dənədir. Saysan da 1, 2, 3, 4, 5 dənə oldu. Çatdı nə deyirik? Emeri. Emeri də dayışı biləsdə 12 vur 6 üstə gəlin. Proton sayı desə sıra nömrədir. 6 vur 6 üstə gəl 1 vur 10. Elə deyil. Neutron sayı desə buna baxmayasan. 6 vur 6. Onlar əvvəlki dərslərdədir. Bu da rabitə haqqında. İndi keçək izomerliyə. Bunlarda da sinif daxili izomerli 2 qat 3 qat rabitəli olan birləşmələrdə vəziyyət və quruluş izomeri var. Vəziyyət izomeri o deməkdir ki, 3 qatın yerini dəyişək. Quruluş izomerində isə radikal olmalıdır. Karbon zəncirinin quruluşu dəyişilməlidir. Məsələn, bax vəziyyət izomeri C3-də ola bilməz. Bax bu burada da olsa propindir, burada da olsa vəziyyət dəyişməz axı. Amma 4 karbon olana bax. Bu butin 1-dir. İstəyərsən onu buradan eləməzsən, buradan eləyərsən. Butin 2. Vəziyyətini dəyişdim də. Sinif daxilinin vəziyyəti C4-dən, yəni 3-cü nümayəndədən başlayır. Amma quruluşa baxın. Bax, quruluş məsəl üçün 1, 2 karbon, 3 karbon. Mən 4-cünü gətirib buraya yaza bilmərəm. Ax, quruluşunu dəyişim. Elə deyil. O 4-cünü burada yaza bilmərəm. Bu çünki ümumi zəncir yaradır da vəziyyətdə axı. 4, 5-ci karbonu bura gətir. Yəni quruluş izomeri C5-dən o deməkdir ki, neçənci nümayəndə 1, 2, 3, 4-cü nümayəndədən başlayır. Optik izomerli odur ki, asimetrik karbon atomu varsa optik izomerliyə malikdir. Asimetrik karbon atomu o demək ki, bir karbon 4 müxtəlif qrupa birləşsin. 2 qat və 3 qat rabitəli karbon atomları heç biri asimetrik ola bilməz. Gələk bunu eləyək. Bax, bunun solu fərqli. Aşağısına yazım metil, burasına yazım etil, burasına yazım hidrogen. Asimetrik karbon atomunda. Yəni, mənə desə ki, alkinlərdə optik izomerliyə malik olan alkində ən azı neçə karbon var? 1, 2, 3, 4, 5, 6. Yəni, bura propil də yaza bilir. Hidrogen yenə propil də yaza bilərdi. Onda karbonun sayı çoxalır da. O da asimetrikdir. Amma ən az sayda karbon atomu budur. Bu vəziyyət quruluş. Sonra alkinlərin siniflər arası izomerliyi. Bax, alkində CNH2-2-dir. Bu alkindir. Alkadiyen də CNH2-2-dir. Amma 2 karbon olan alkinə uyğun 2 bu alkadiyen yazın. 2 karbon olan alkadiyen yoxdur. Axı, mən məcbur buraya yazsam, bura 3 yazmalıyam. Elə deyil. Yəni, demək istəyirəm ki, alkinlərin ilk nümayəndəsi olan asetlinin siniflər arası izomeri yoxdur. Amma alkinlərdə C3 o deməkdir ki, ikinci nümayəndədən başlayır siniflər arası izomerli. Alkadiyinlərdə isə C3
Yəni elə birinci nümayəndədən alkadinlərin siniflər arası izəmiri birinci nümayəndədən, alkinlərin siniflər arası izəmiri ikinci nümayəndədən başlayır. 2 karbon olan alkadiyen yoxdur. Bildiniz bunda? İndi keçək alkinlərin alınmasına. Alkandan sizcə neçə mol hidrogen qoparsaq alkin alarıq? H2+2 4 mol. 2 mol 2. Alkandan əgər maddədən 1 mol hidrogen qoparırıqsa bir dənə pi yaradırıq. 2 mol hidrogen, ay bala, 2 mol hidrogen qoparırıqsa 2 mol hidrogen yaradırıq. Bana uzaqdır. Qarşın niyə var bu Dur, mən? şimdi sən ikidir. Deməli, alkandan 1 mol hidrogen qoparsam 1 pi yaradaram. Yəni alkin. Amma mənə lazımdır ki 2 mol hidrogen qoparaq ki 2 dənə pi yaransın. Sizcə alkindən neçə mol hidrogen qoparım ki 1 mol. alkin və ya alkadiyen alınsın? Düzdür, 1 mol. Dediyimə baxın. Ürəyi istəyən bir alkanı yazın. Ürəyi istəyən. Mən bundan əgər 1 mol hidrogen qoparsam alınan birləşmədə bir dənə pi yaradacağam. Yaratdım pini. Amma bu ikidir. Amma mənə bu lazım deyil alkin almaq. 2 mol hidrogen qoparsam 2 pi yaradacağım. Ya 2 pini bura qoy, ya da ki ikinci pini bura qoy. Və yaxud bura baxın, bu alkindirmi? Alkindən 1 mol hidrogen qoparsam alınan birləşmədə 1 pi yaradacağım. Biri onsuz da var. Birini də mən yaradım da. Ya bura qoy, ya da bura qoy. Burası baxırsınız, bura pi yaradım. CH3, CH. Bu çatdı sizə. Bunu bildik. Sonra nəyə baxaq? Sonra keçmişdik ki, bax, monohalogenli törəmədirsə, bunun üzərinə natrium gəlsəm nə alınar? Alkan. Alkan. Bisinal olmayan dihalogenin üstünə sink gəlsək, sikloalkan. Aralarındakı say qədər bucaq alınar. Bisinal dihalogenin üstünə sink Bir dənə 2 gəlsəm, qat alkin. alken yaranar, düzdür. Monohalogenin üzərinə qələvinin spirtdə məhlulu gəlsək, Alkadiyen. alkin spirtdə gələndə bu hidrogeni az olan tərəfə bu qırılır, meyllənir, bura alken yaranır. Elə deyil? Evet. Alken. İndi nə deyirəm? İndi qayda budur. Visinal dihalogenliyə əgər mən sinklə təsir eləsəm, ikisi birləşib bir dənəsini yaradar, yəni alken yaranır, alken. Amma qələvinin spirtdə məhlulu hərəsi bir qat rabitə kimi gələcək. Uca alkin yaranar. Bax, burada 1, 2, 3 xlorlar çıxıb CH3. Kaliumla xlor birləşər. Spirtdə olanda su da alınır. OH-la düşən hidrogenlər su alınır. Yəni, qələvinin spirtdə məhlulu olanda hərəsi bir qat kimi gəlir. Məsələn, mən bunun üstə sink gəlsəm, ikisi birləşib bir dənəsini yaradar, alkin yaradar. Qələvinin spirtdə məhlulu hərəsi bir qat kimi gələcək, cəmi 3 qat rabitə yaranar. Deməli, visinal dihalogen üzərinə qələvinin spirtdə məhlulu ilə təsir etməklə. Suda məhlulu gəlsəm, OH alınır. Spirt alınır. Sonra heminal dihalogenini törəməyə, heminal bilirsiniz nədir? Bir karbondan ikisi çıxsınca bu heminaldır. Visinal qonşudur, heminal birindən çıxsın. Bunun üzərinə qələvinin spirtdə məhlulu gəlsəm, bunlar çıxır hidrogeni az olan tərəfə. Bu da bura gəlir, bu da bura gəlir. 3 qat rabitə yaradır da. CH3, C, biri var, biri yuxarıdan yarandı, biri aşağıdan. C, hidrogeni düşürək, karbon 4 valentlidir. Düşən hidrogenlə bu OH su əmələ gətirir. Düşən xlorla da kalium xlor əmələ gətirir. Deməli, alkinlərin alınma reaksiyası nə idi? Alkandan 2 mol hidrogen qoparanda. Sikloalkan deyirəm, alkindən 1 mol hidrogen qoparanda. Visinal dihalogenliyə qələvinin spirtdə məhlulu ilə gələndə, heminal dihalogenliyə qələvinin spirtdə məhlulu ilə gələndə, bir də sənayedə alkinləri karbid üsulu ilə alırlar. Karbid üsulu nədir? Əvvəlcə kalsium oksidin üzərinə gəlirlər karbon. Baxın nə alınır? Alınır kalsium karbid, üstə gəl CO. Kalsium karbid haqqında məlumat verək ki, bu müsbət 2-dir. Karbiddə karbon mənfi bir oksidaşma dərəcəsi göstərir. Karbon həm oksidləşdiricidir burada, həm reduks edici. Niyə görə? Karbonun ən böyük müsbət 4-dən kiçik mənfi 4. Bu aralıqda axı.
Karbon burada 2 valentlidir, bu da 4. Daha deməli karbon 1 valentlidir. Karbon hər yerdə 4'dür CO-dan başqa. Sonra əmələ gələn bu karbiddə karbon mənfi 1 isə demişdim ki, mənfi 1 olan asetilin qazı alınır. Kalsium hidroksid alınır və bununla bu birləşəndə karbon mənfi 1'dirsə asetilin qazı alınır. Alüminium karbiddə karbon mənfi 4 olduğuna görə metan qazı alınırdı. Bu alkinlərin alınması. Çatdı nə dedik? İndi keçirik kimyəvi xassələrinə. Yəni alkinlər nələrlə reaksiyaya girirlər? Alkin. CnH2 çıx 2'dir. Bu maksimum sizcə neçə mol hidrogendən girə bilər? 2 mol. 2 mol. Niyə görə? Tam doymuş hala gətirmək üçün. İçində 2 pi varmı? İkisini də qırmaq üçün. Maddənin içində neçə pi varsa, onu tam doydurmaq üçün o qədər mol hidrogen gəlir. 1 mol hidrogen gəlsəm, CnH2 alınar. Amma yox, 2 mol hidrogen gəlsəm, CnH2 üstə gəlir ki, tam doydurmaq üçün piyə bərabər gəlir. Baxın, məsələn, bu alkindir. Bu alkin Murad. Bunun üzərinə bu alkindir. 1 mol hidrogen gəlsəm, bir dənə pisini qıracam. Bu hidrogen H2'də biri sağına birləşər, biri soluna. Alkin yaradar da. Bax, bu CH3 qaldı. Bu CH birləşdi 2 qat. Bu CH-a da, burada elə bir CH idi. CH-a da bir dənə hidrogen birləşdi. Yox, bunun üzərinə 2 mol hidrogen gəlsəm, 1 molu gəlsəm, bu qırılar, sağ soluna hidrogen birləşər. 2 molu gəlsəm, bu da qırılar. Bir sözündən bir qat qaldı da. CH3, karbon, bir qat karbon. Burada da hidrogenlərin birləşdirim. Həmçinin alkinin üzərinə 1 mol xlor gəlsəm, indi başqa alkin yazın. Üzərinə 1 mol xlor gəlsəm, bir dənə pisi qırılar, sağına soluna xlor birləşər. Karbon, xlor, 2 qat, karbon, xlor. Bununla işim yoxdur. Bunun adı nədir? Burada H var idi. Bunun adı nədir? 1, 2, dixlor, propen. N. Anı yox ha, propen. Amma bu maddənin üzərinə 2 mol xlor gəlsəm, 1 mol gəlsəm, bu pi qırılar, sağına soluna xlor birləşər. 2 mol gəlsəm, bu pi də qırılar, yenə sağına soluna xlor birləşər. Yəni bunun burasına da xlor birləşdi, burasına da xlor birləşdi. 2-ci molu gələndə o birisi pi də qırıldı, burada xlor, burada xlor. Qalandakı köçürüm. Adı nə olacaq bunun? Burada heç nə olmur. 1, 1, 2, 2 tetraxlor propan da propen zad yox, propan. Sonra hidrogenlə xlorla indi və yaxud indi bunun üstünə bax, oradan görünür də yəqin. İndi bunun üstünə hansı video idi ki, təmiz düşməmişdi. Alkadiyeni il nə idi? Uşaqlar da oxuya bilməmişik. Bunun üstünə 1 mol H xlor gəlsəm əgər, bir dənə pisi qırılacaq. Markovnikov qaydası. Hidrogen sağ soluna bax. Hidrogeni çox olana birləşir. Xlor buna birləşir. CH-a birləşəcək bir dənə də hidrogen. 2 qat qaldı CH xlor. Bu da oldu CH3. 2 xlor propen əmələ gələr. Bu maddənin üstünə H xlor gəlsəm, bu maddənin və ya bunun üzərinə birbaşa 2 mol H xlor gəlsəm, yenə pi qırılar, qayda nədir? Hidrogen hidrogeni çox olana bura, xlor isə buna birləşər. Alınan maddə belə olacaq. CH3, bu karbona xlor, buna xlor, CH3. Bax, bu maddə olar. 2,2 dixlor propan alınır. Sonra, bunlar çətin deyil. Alkenlərdən bəri deyirik. Hər iki çətin bir şey deməmişik. İndi, yəni deyilməyən bir şeyləri indi deyəcəyik. Bax bilirdik ki, alkanlar yalnız əvəz etməyə girir də, yəni birləşməyə girmir. Yalnız dediyim birləşməyə və əvəz etməyə, polimerləşməyə hansına girir? Deyirəm, pisi yoxsa polimerləşməyə girmir. Pisi yoxdursa gərək pi olsun ki, qırılsın, nəyisə birləşdirsin, birləşməyə girmir. Əvəz oluna bilər, hidrogen çıxıb nəyisə əvəz olunur. Amma alkendi, alkadiyendi, piləri var axı. Deməli, birləşməyə də girirlər. Deməli, polimerləşməyə də girirlər. Alkin də həmçinin. Birləşmələrin yazdıq. Hansı alkin əvəz etməyə girir? 3 qat rabitə birinci karbon atomundan çıxanlar əvəz etməyə girir. 3 qat rabitə digər karbonlardan çıxanda əvəz etməyə girmir. Məsələn, deyir, məsələn, pentin 1. Cümlənin sonunda bir odur ki, 3 qat birincidən çıxır. O əvəz etməyə girir. Radikal nə verilir? Verilsin. Radikal sizə maraqlı olmasın. Cümlənin sonunda 1 deyilirsə,
həmin alkin əvəz etmə reaksiyasına girir. Allah canım. Bir Ben də, kötü bir də. mühendis ben telefonum var. Birdən alır, ayağa durasan. Dur ya. Aslan bir de telefon var. Dayandırın bunu. Hə, harda qal? Hə, alkinlərdə, yəni nə radikal deyilir deyilsin. Cümlənin sonunda bir gəlirsə, yəni 3 qat birincidən çıxır anlamına gəlir. Birincidən çıxırsa həmin alkin əvəz etməyə girir. Məsələn, butin 1 girir, butin 2 girmir. Nə bilim, pentin 1 girir, pentin 2, pentin 3 əvəz etməyə girmir. Deyəsiz, niyə, nə mənası var? Və məsələn yazıram, bu asetilindir. Birini yazıram CH3, C3 qat rabitə CH. Başqa birisini yazıram. Məsələn, bunun natriumdan reaksiyasını yazaq. Üçünü də birinci natriumdan yazırıq reaksiyaların. İndi 3 qat əvəz olunma reaksiyasına gərək hidrogen çıxsın ki, əvəz olunsun. 3 qatın sağ və solunda hidrogen varsa, həmin hidrogenlər əvəz etməyə girir. Digər hidrogenlər yox. Məsələn, burada bir də hidrogen qopar. Burada bu hidrogen də qopar. C-yə birləşər nə? Natrium. 3 qat qaldı, birləşdirmirəm ki, əvəz etmədir də. Birləşdirsəm, pi-ni qırıb nəsə birləşdirərəm. C, bu C-yə də natrium. Alındı hidrogen. Yenə 3 qatın sağ və solunda hidrogen varsa, həmin hidrogenlər əvəz etməyə girir. Burada vardı, 3 qatın bu tərəfində hidrogen var. Elə deyil. Bu hidrogen çıxıb natrium olacaq. CH3, C 3 qat, C natrium, üstəgəl hidrogen. Burada görün hidrogen var. Yoxdur. Yəni, istənilən alkin sonunda bir sözü desək, bir odur ki, 3 qat birincidən çıxıb da, həmin alkində hökmən hidrogen qalmış olur da 3 qatın bir tərəfində. 3 qat birincidən çıxanda orada hidrogen qalmış olur. Ona görə əvəz etməyə girir. Amma digərlərindən çıxanda 3 qatın sağ və solunda hidrogen qalmış olmur. Həmin hidrogen olmalıdır ki, onlar çıxıb əvəz olunsun. Bunlar əvəz oluna bilməz. Bildiniz? Məsələn, pentin 1 əvəz olmaya girir, pentin 2, pentin 3 girmir. Və yaxud ola bilər natriumdan verməsinlər. Məsələn, CH3. Üstə gəl testdə belə verir ki, mis 2 xlor 2 ilə girəndə. Yenə də hidrogenlər çıxır, mis metalı ilə əvəz olunur. Bunun yerində olur mis metalı, mis. Üstə gəl çıxan hidrogenlə qalan xlor alınır H xlor. Yenə hidrogen çıxır, bax mis 2 xlor 2 gəldi. Hidrogen çıxır, metal əvəz olunur. Hidrogen çıxır, burada olur mis. Üstə gəl çıxan hidrogenlə qalan xlor H xlor. Amma bu mis 2 xlor 2 olanda reaksiyaya girmir. Və mis xlor da verilir bəzən buna. Misin bir valentli xloridir. Bax, hidrogen yoxdur. Gərək çıxsın ki, metal girsin də ora. Ola bilər bundan yazmasınlar. Argentium 2O-la reaksiyonu yazsınlar. Məsələn, argentium eyni şey deyir ya. Argentium 2O-la girəndə hidrogenlər çıxır, metal birləşir. Bax, hidrogen çıxır, metal birləşir. Metal. Çıxan hidrogendən qalan oksigen alındı su. Yenə argentium 2O-la girsə, hidrogen çıxır, argentium birləşir. Burada hidrogen yoxdur axı. Nə qaldı? Hidrogenlə oksigen birləşir su. Ancaq buraya əvəz etmə reaksiyasına girmir. Bir sözlə, alkinlərdə 3 qat rabitə birincidən çıxırsa, həmin alkin əvəz etmə reaksiyasına girir. Çünki hidrogeni qalmış olur. Əvəz olunmaya ancaq 3 qatın sağ və ya sol tərəfində hidrogen olarsa, həmin alkin əvəz etmə reaksiyasına girir. O vaxtda bir uşağım var idi. Bunu hər dəfə də deyirdi ki, müəllim, bu şeydə mən çaşıram, deyəcəm sizə nə desəm. Bəlkə də əslində deməyim məsləhət deyil. Sonra digər uşaqlarda da olub. Deyir, müəllim, doğrudan onu biz də səhv eləyərdik. Deyir ki, axı, biz demişdik, axı, birincidən çıxanda, bu elə bilir ki, deməli, 3 dəfə məndən soruşmuşdu, bir neçə dəfə. Qəbula getdi, eyni o sualı səhv elədi. Halbuki 29 yazan şu an Cilalə. Bəlkə tanıyardın sən. Deməli, səhv nə idi? Məsələn, biz deyirik ki, 3 qat rabitə birincidən çıxanda həmin alkin əvəz etmə reaksiyasına girir. Cümləni belə deyirik də. İndi o nə ilə qarışdırıb? Yazıda çür alkinlərdə deyirdi ki, 2 qat rabitə birincidən çıxanda cis-trans zəmirli əmələ gətirmir. Burada cis-trans təmiz başqa şeydir. Bu reaksiyadır. Cis-trans deyirdiniz, axı, ay müəllim, birincidən çıxanda bu olmurdu. Deyirəm, nə olmurdu? Birincidən çıxanda alkin də əvəz etməyə girir. Deyir, yoxa demişdi birini. Bu dediyim budur. 2 qat birincidən çıxanda cis-trans zəmirli əmələ gətirmir. O başqa şeydir. Cin ayrı, şeytan ayrı. Biz burada reaksiyadan danışırıq.
Sonra, yəni bu reaksiyanı deməmişdik, amma çətin reaksiya deyil. Sonra alkinlərdən nə var? Alkinlərdən bu var. Bunu keçmişdik. Asetlinin dimerləşməsi belə də yazıla bilər. Belə də yazıla bilər testlərdə. Dimerləşmə 2 dənə üst-üstə gəlmədi. Cavab eyni alınır. Nə alınır sizcə? Dimerləşmə. Asetlin dimerləşəndə nə alınırdı? Vinil, asetilin. Formulu belə yazılır. C2-ni 2-yə vur. C4, H2-ni 2-yə vur, H4. Hər ikisini elədi. Bəs o necə yazılır? Asetlin dimerləşəndə burada göstərim. Pi qırılır, ortaya gəlir. Burada 2 qat qaldı, burada 3 qat var. Alınır karbon 2 qat. Burada karbon. Burası 1 qat. Bu 1 qat gəldi bura. Karbonla karbon arasında 3 qat. H, H2. Bunun adı vinil asetlindir. Vinil asetlinin tam doyması için neçə mol hidrogen lazımdır? 3 mol. Axı 3 dənə pisi var. 1, 2, 3. Maddənin içində neçə pi varsa tam doyması için o qədər hidrogen, o qədər mol hidrogen lazımdır. Aydın oldu. Və bunun tam doyması için neçə qram hidrogen lazımdır? 3 mol hidrogen, 6 qram hidrogen lazımdır. 3H2. Yəni asetlin dimerləşəndə bunu keçmişdik ki, vinil asetlin alınır. Vinil asetlinin üstünə H xlor gələndə pi qırılırdı. Hidrogenə çox olana xlor, az olana birləşərək xlorpren alınırdı. Bunu oradan keçmişdik. Yadınıza düşdü. Sonra indi asetlinin bəs trimerləşməsindən nə alınar? Özdə aktivləşdirilmiş kömürdən keçirirlər bunu. Aktivləşdirilmiş kömür. Bu zaman C2-ni 3'ə vuranda C6, H2-ni 3'ə vuranda H6. Benzolu gələn dəfə keçiləcək. Benzol belə yazılır. Bax, 6 bucaq ortada nüvə. CH, 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 CH. Bax, CH. Benzol bu şəkildə yazılır. Çatdı nə dedik? Asetlinin trimerləşməsində C6, H6 benzol əmələ gəlir. Benzol yağlı fason suda həll olmayan mayedir. Benzol adı təkcə çəkilərsə, formunu bilirik də saf maddədir. Safın mürəkkəb növüdür. Amma benzolundan su, o yağla su kimi suda həll olmayan mayedir axı, emulsiya əmələ gətirir. Məsələn, benzinlə benzol adını qarışdırmayın ha. Benzinin formulu yoxdur. Benzin qarışıqdır. Özü eyni cinsli qarışıqdır. Benzini tərkibinə distilli su ilə ayrılırlar. Amma benzolun formulu var, saf maddədir. Amma benzin də suyla, benzol da suyla qarşı o eynidir. Yəni suda həll olmayan mayedir, ayrıcıq və ya doğultma ilə ayırmaq olar. İkisi qarışıqdır, yəni suya qarışdıranda. Benzin heç suya qarışdırılmamış da qarışıqdır. Asetlinin trimerləşməsindən benzol alınır. Benzol dərsində bunu bir də deyəcəyik. Bax, indi məsələn verilir ki, bunun adı nədir? Bunu trimerləşdirir. Bunun adı, bu asetlin olanda bu metil asetlindir mi? Elə deyil. Və propindir də. Rasionalla desəm, bu metil asetlinin trimerləşəndə nə alınır? Asetlin trimerləşəndə benzol alınırmı? Bax, benzol. Hər tərəfində CH-dar. Asetlinin trimerləşməsindən benzol alınır. Bu metil də trimerləşir də. 3 dənə də metil. Yan bayan yox. Hidrogeni çıxarıram buradan. Metil. Bu hidrogen burada, bu heç bu qalır. Buradan hidrogeni çıxarıram. Metil. Bunu yox. Buradan hidrogeni çıxarıram. Metil. Yəni bunun adı olacaq 1, 3, 5 trimetil benzol alınır. Asetlin trimerləşəndə benzol alınır. Metil asetlin trimerləşəndə bunu da trimerləşdirək də. 1, 3, 5 trimetil benzol əmələ gələcək. Aydın oldu nə dedik? Yəni bunlar təzədir. Bunlar təzədir. Alkində də keçəcəyik. Aromatikdə də keçəcəyik bunu. Bir də ən axırıncısı, biraz bu hissələr uşaqların ilk dəfə deyəcəyimizə görə biraz yadımda çətin qalır. Çünki hələ aldehid, keton keçməmişik də, onları keçəndə rahat biləsiniz. Amma qısaca deyək ki, biz bilirik ki, uşaqlar, tərkibində bu qrup olarsa, hələ keçməsəydə demişik, OH olan üzvü maddələr hansılar idi? Spirtlər. Bunu bildik ki, spirtlərdir. İndi tərkibində qeyri-kimyada demişdik, keçəcəyik daha dərin. COH olan nə idi? Keton. Turşu. Axı, üzvü turşuların əsaslığı COOH-ın sayı ilə müəyyən edilir, karboksil qrupunun. Bu turşu qrupudur. Üzvüdə keçiləcək daha dərindən. Bunun haqqında heç nə deyilmir. Bax, bu aldehiddir. Yəni turşudan bir dənə oksigeni yoxdur. Bunu yazım, aldehid. Bu ketondur. Bundan sonra keçiləcək. İndi nə demək istəyirəm? Alkinlərdən yalnız asetilinin hidratlaşmasından
civə duzlarının iştirakı ilə özü də adlanır Kucherov reaksiyası. Alim belə adı budur. Kucherov reaksiyasında bax alkinlərdən yalnız asetlinin hidratlaşmasından aldehid, digər alkinlərin hidratlaşmasından keton alınır. Aldehid yəni 2 karbon olan aldehid 1, 2. Aldehid də deyirəm ki, belə yazılırdı. Burada yazmışdım. Adını sonra keçəcəyik. Alkinlərdən yalnız asetlinin hidratlaşmasından aldehid alınır. Bütün yerdə qalan alkinlər hidratlaşanda keton alınır. Məsələn, bax, CH3, deyək ki, alkindir də, digər alkinlər. Hidratlaşanda civə duzunun iştirakı ilə keton. Keton budur da, belə olmalıdır. Bu 3 qatın 2 qatı var, bu sallanır aşağı. Ya bundan, ya bundan, fərqi yoxdur. CH3, bu C, 2 qat sallandı mı aşağı, qalanı köçür. Qalanı ilə heç bir şey olmasın. CH2, CH3 belə alınacaq. 3 qatdan ikisi aşağı gəlir, oksigen ketona çevrilir. Yalnız asetlinin hidratlaşmasından aldehid, digər alkinlərin hidratlaşmasından keton əmələ gəlir. İndi oksidləşməsi də həmçinin. Yalnız asetlinin oksidləşməsi fərqlidir, digərlərinki eynidir. Yalnız asetlinin oksidləşməsindən 2 əsaslı karbon turşusu əmələ gəlir. 2 əsaslı, yəni karbon turşusu odur ki, tərkibində CH olsun da. 2 dənə bundan var da. 2 karbonu var, 2 dənə CH var. Bunun adı oksalat və ya turşenk turşusudur. Asetilinin oksidləşməsindən oksalat və ya turşenk turşusu alınır. 2 əsaslı turşudur. Amma yerdə qalan ürəyi istəyən bir alkin, məsələn, bunun oksidləşməsindən bir əsaslı karbon turşusu alınır. Necə alınır? 3 qata qədər, bu belə xət qoyuram. 3 qata qədər neçə karbon var? Karbonu yazın. 3 qata qədər olan sonuncu karbondan karboksil qrup eləyim. Üstə gəl. 3 qatdan sonra neçə karbon var? 2 karbon. Yenə 2 karbon olan eyni turşu alınır da. Da elə 2 mol yazarıq da bunu. CH3. Yəni, yalnız asetlinin oksidləşməsindən bir əsaslı karbon turşusu, digər alkinlərin oksidləşməsindən bir əsaslı karbon turşusu alınır. İndi baxa, başqa bir alkin, məsələn, burada deyək ki, belə olsaydı. Məsəl üçün deyirəm, bu bayaqkin cavabıdır. İndi bunun oksidləşməsindən nə alınsaydı desəydi, 3 qata qədər 2 karbonu varmı? 2 karbonu olan karbon turşusu və 3 qatdan sonra bir karbonu var axı. Bir karbonu olan karbon turşusu. Karbon da 4 valentlidir. 1'i eksi 3'ü çıxıb. Yanına da bir dənə hidrogen yazasınız. Yalnız asetilin həm hidratlaşması, həm oksidləşməsi fərqli cürdür. Asetilin hidratlaşanda özü Kucherov reaksiyasıdır. Civə duzların iştirakı ilə aldehid, digər alkinlərdən keton. Yalnız asetilin oksidləşəndə turşenk turşusu və ya oksalat turşusu alınır 2 əsaslı. Digər alkinlərdə isə 3 qata qədər və 3 qatdan sonra neçə karbon varsa o karbon sayına uyğun bir əsaslı karbon turşusu alınır. Sonra alkinlərdə nə qaldı və nəhayət ki, alkinlər də digər üzüm maddələr kimi yanaraq karbon qazı və su alınır. Bunu bilirsiniz, kifayət qədər demişik, yenə də yazaq. Alkin Murad yananda alınır karbon qazı, üstə gəl su. N-də nədir? Bura nə yazaq? N. Hidrogen 2N2 değil mi? Burada da 2N2 olmalıdır da. 2N2. Oksigene bakın 2N. Bu da N-1. 3N-1 değil mi? 3N-1 böl 2 şeklinde yazılır. Bugünkü dersimizin qaydası buydu.